Bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə dırnaqarası rəhbərlik etmiş, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Saakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf etdi. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda Bako Saakyan dedi ki, 1992-ci ildə Şuşanın işğalından sonra qondarma rejimin dırnaqarası ordusuna qoşulub. Əvvəlcə əskər kimi dəstə tərkibində fəaliyyət göstərib. Həmin dəstənin komandiri isə onun dostu Vilen Mikaelyan olub. Həmin ilin sentyabrından sonra Xankəndidə qondarma rejimin dırnaqarası ordusunun qərargahında maddi-texniki təchizat üzrə xidmət aparıb. 1993-cü ilin iyunundan arxa xidmət qərargah rəisi olub. Ermənistanın Azərbaycan ərazilərini işğal etmək üçün həyata keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edən komandirlərin çoxu, o cümlədən Monte Melkonyan, Samvel Babayan, Samvel Karapetyan, Vitali Balasanyan, Kristapor İvanyanla görüşdüyünü və onlarla mütəmadi ünsiyyətinin olduğunu etiraf etdi. Məhkəmədə nümayiş olunan videoda növbəti hərbi əməliyyat planı üzrə müzakirələrin aparıldığı əksini tapıb. Masa arxasında xəritələr ilə əməliyyatı müzakirə edənlər arasında Bako Saakyan da yer alıb. Hərbi əməliyyatlar planlaşdırılarkən orada təchizat və arxa xidmətin də nümayəndələri iştirak edirdi. Onların da fikirləri nəzərə alınırdı. Bəli, belə hallar olub və iştirak etmişəm. Təqsirləndirilən videoda konkret hansı əməliyyatın və döyüşün planının hazırlandığını deməkdə çətinlik çəkdi. Amma videodakıların hamısını tanıdığını və onların Kristofor İvanyan, Vitali Balasanyan, Movses Akopyan, Seyran Ohanyan, Samvel Karapetyan, Vitali Balasanyan, Georgi Gasparyan, Movses Akopyan, Samvel Babayan, Vaçegan İşxanyan, Artur Agabekyan, Neson Soğomanyan, Roles Ağacanyan, Nikolay Babayan və digərlərinin olduğunu dedi. Bildirdi ki, onların hamısı həmin vaxt dırnaqarası müdafiə rayonlarının komandirləri olub. Həmçinin Bako Saakyan həmin şəxslərdən heç birinin əməliyyatlarda iştirakları ilə bağlı faktları inkar etmədiyini və gizlətmədiyini, onların şəxsi işlərində bu barədə çoxlu sənədlər və təsviri materialların, eləcə də sənədli video materialların olduğunu dedi. Bako Saakyan, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda dedi ki, Xocalı işğal olunduqdan sonra həmin vaxt rayonun adı qondarma rejimin dırnaqarası ordu komandanının müavini olmuş general Kristofor İvanyanın adı ilə adlandırılıb. Təqsirləndirilən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabda dedi ki, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlı işğal edildikdən sonra rayonların qondarma qurumun ərazisinə aid edilməsi ilə bağlı dırnaqarası qanun qəbul ediblər. Həmin rayonlara dırnaqarası rəhbərlər, dırnaqarası mərkəzi hakimiyyət, dırnaqarası hökumət tərəfindən təyin edilib. Bako Saakyan onun qondarma rejimə dırnaqarası rəhbərlik etdiyi dövrdə də bu təyinatların aparıldığını dedi. Sonra görüntülərdə Movses Akopyan və Bako Saakyanın yer aldığı növbəti video nümayiş olundu. Videoda Bako Saakyan kazarmaya gələrək Movses Akopyanla söhbət edir. Səngərdə Azərbaycanın mövqelərinə baxır. Movses Akopyan isə vəziyyət barədə Bako Saakyana məlumat verir. Ardınca Bako Saakyan döyüşçülərlə söhbət edir. Onlardan hansı proseslərin getdiyini öyrənir. Səfərbərliklə bağlı hesablamalar aparılır, döyüş hazırlığına dair söhbət edirlər. Movses Akopyan bildirir ki, biz həmişə hazır olmalıyıq. Onların dialoqunda Azərbaycanlıların məhv edilməsi, bir türkün belə qalmamalı olduğu ifadə edilir. Nümayiş olunan video ilə bağlı Bako Saakyan dedi ki, görüntülər Xocabənddə lent alınıb. Çünki Xocabənddə 2 alay olub. Həmin alayların hər iki dırnaqarası komandiri Movses Akopyan və Nelson Sağamanyan oradadır, amma tarixi xatırlamadığını söylədi. Qeyd etdi ki, yerlərdəki vəziyyətlə tanış olub, məsələləri həll etmək üçün mütəmadi olaraq belə səfərlər həyata keçirilib. Məhkəmədə nümayiş olunan fotonun isə Xankəndidən uzaq olmayan ərazidə tədbir zamanı çəkildiyini, onun yanında dayananlardan birinin sonradan Ermənistanın keçmiş prezidenti olan Robert Köçəryan, digərinin isə Samvel Babayan və Monte Melkonyan olduğunu dedi. Amma fotonun çəkilmə tarixini dəqiq xatırlaya bilmədiyini, təxminən 1993-cü ilin iyun-iyul aylarına dək olan müddəti əhatələdiyini söylədi. Növbəti fotoda isə onun yanında dayananlardan birinin Kristofor İvanyan olduğunu söylədi.
Bako Sahakyan, Yerkrapa terror təşkilatının Ermənistanda yaradıldığını və fəaliyyət göstərdiyini də dedi. Sonra təqsirləndirilən David İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdı və ermənilərin onun barəsində hazırladığı video nümayiş olundu. Videoda çıxış edən David İşxanyanın döyüş dostları Movses Akopyan və digərləri onun əlinə ilk silah götürənlərdən, Daşnak-Sütun Partiyasının üzvü olmasından, 28-ci tabora komandirlik etməsindən, döyüş əməliyyatlarında iştirakından danışırlar. Videoda David İşxanyanın dırnaqarası tarixi tapşırıq yerinə yetirməsi barədə bəhs edilir. David İşxanyan video ilə bağlı dedi ki, jurnalistin onun həyatı ilə bağlı səsləndirdiyi bəzi fikirlər həqiqətə uyğun deyil. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirdi ki, Abdal Gülablı onun ilk əməliyyatı olub. Bundan sonra tabor komandiri təyin edilib. Kəlbəcər işğal edilən zaman Ağdərədə olduğunu dedi. Bundan sonra David İşxanyanın da göründüyü növbəti video nümayiş olundu. O, həmin videonun harda və nə zaman çəkildiyini bilmədiyini söylədi. Onun diqqətinə çatdırıldı ki, erməni terrorçu Monte Melkonyanın da yer aldığı bu video Kəlbəcər işğal olunan zaman çəkilib. Həmin vaxt Azərbaycanın yaşayış məntəqələri atəşə tutulub, əhalisi məhz Azərbaycanlı olduğu üçün gülləbaran edilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistanın 1993-cü ildə Ağdərəni işğal etməsinə dair ermənilərin özlərinin lentə aldığı videolar nümayiş etdirildi. 1993-cü ildə lentə alınan videolarda qeyd olunur ki, həmin ilin birinci yarısında dırnaqarası uğurlu Kəlbəcər əməliyyatından sonra Ağdərənin tutulması üçün hərbi əməliyyatlara başlanıb. Bu məqsədlə qısa müddətdə qüvvə və vasitələrin yenidən qruplaşdırılmasına start verilib. Hücum hədəflərini müəyyənləşdirmək üçün eyni vaxtda bir neçə istiqamətdən zərbə endirilməsi planlaşdırılıb. Sırxavənddən Suqovuşanadək bütün cəbhə boyunca seçilmiş qüvvələr, bir sıra hərbi bölmələr cəmləşdirilib. Yazın sonunda və yayın əvvəlində həyata keçirilmiş hazırlıq işlərindən sonra bütün cəbhə boyunca geniş miqyaslı hücum həyata keçirilib. İyunun ikinci yarısından qarşıya qoyulan döyüş tapşırıqlarının dırnaqarası uğurla yerinə yetirilməsi nəticəsində döyüş baxımından əlverişli olan bir sıra yüksəkliklər ələ keçirilib. Əsas zərbə istiqamətləri Boy Əhmədli, Papravənd, Telegüllə və Suqovuşan əraziləri seçilib. Nümayiş olunan növbəti videoda erməni jurnalist Sərsəng su anbarının necə ələ keçirilməsindən danışır. Nümayiş olunan videoda Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini iri çaplı silahlarla necə atəşə tutduğu lentə alınıb. Ağdərənin necə işğal olunmasından danışılır. 1993-cü ildə iyunun 26-sında Ağdərə istiqamətində Azərbaycan vertolyotunu vurduqlarını, şiddətli döyüşlərdən sonra Telegülləni və yüksəklikləri götürdüklərini qeyd edirlər. Nümayiş olunan videolarda Ermənistanın Müdafiə naziri Vazgen Manukyan Ağdərəni necə işğal etdiklərindən danışır. Qeyd olunur ki, 1993-cü il iyunun 27-si şimal istiqamətində döyüş əməliyyatlarının ən həlledici günü olub. Ermənistan ordusunun hərbi bölmələrinin razılaşdırılmış əməliyyatları sayəsində Ağdərə tutulub. Ağdərənin dırnaqarası komandanlığı Sambel Karapetyana tapşırılıb. Nümayiş olunan növbəti videoda Ermənistanın Müdafiə naziri olmuş Vazgen Sarkisyan Kəlbəcəri işğal etdiyinə görə Seyran Saroyanı medalla təltif edir. Növbəti videoda isə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Yerkrapa terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olundu. Həmin videoda o, dırnaqarası tarixi qələbələrindən, Azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətindən, Azərbaycan ərazilərini necə ələ keçirdiklərindən danışır. Kadrlarda Levon Ter-Petrosyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyətini, həmçinin məqsədi və səbəblərini açıqlayır. 1988-ci ilədək Ermənistanda 170 min Azərbaycanlının olduğunu xatırladır. Əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələrinin və digər partiyaların onların fəaliyyətinə kölgə salmağa çalışdığını deyir. Ermənistanın keçmiş prezidenti deyir ki, hərəkət sayəsində Ermənistan erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll edib. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizlənib. Erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Bildirir ki, əgər Ermənistanda 1988-ci ilədək yaşayan digər millətlərdən olan 170 min insan, yəni Azərbaycanlılar yaşamağa davam etsəydi, bugün ermənilərin dövləti olmazdı. Nə şimal rayonlarını, nə də Göyçəni qoruya bilməzdilər. Unutmayın ki, Basarkeçər, Zəngibasar və Amasya bölgələrində Azərbaycanlılar çoxluq təşkil edirdi.
Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, Erməni milli hərəkatı və onun hərbi qanadı, özünü müdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağda həmçinin bugün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissəsi ermənilərin əlindədir. Kadrlarda Levon Petrosyan dırnaqarası qələbələrinin tacı olaraq qüvvələrinin dünən gecə və bu səhər Ağdama daxil olduğunu bildirir. İclasda təqsirləndirilən David Babayana ikinci yeni vəkil təyin olundu. David Babayan ona yeni təyin olunan vəkilə etiraz etmədi. Qeyd edək ki, ötən iclasda David Babayanın iki vəkilindən biri məhkəməyə müraciət edərək səhhəti ilə bağlı prosesdə iştirak edə bilmədiyini qeyd etmişdi. Məhkəmə prosesi mayın 22-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin geçişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.